Bosniya və Hersegovina, Mostar şəhərindən hər birinizi salamlayıram. Bugün mövzumuz ünsiyyət olacaq. Müxtəlif ölkələr və müxtəlif şəhərlər gəzərək bir psixoloq olaraq diqqətimi insanlar arasında ünsiyyət çəkirdi. Və burada Bosniyada, Mostarda daha çox ünsiyyət sanki üst səviyyədədir. İnsanlar danışmaq istəyir. İnsanlar sizi danışdırırlar, məlumatlar verirlər, xoş xatirələr bölüşürlər, hardan gəlmisiniz, mən də ora getmək istəyirəm. Və görürük ki, demək olar eyni xalq bu ərazidə yaşayan, dərinə gedəndə fərqli dinlərə mənsubdular və fərqli indi dilləri də var. Amma ki, yanaşma fərqlidir. Bu göstərir ki, insanlarda ünsiyyət nə qədər çoxdursa, bir o qədər də onlara yanaşma da fərqli olur. Və mən yenə də bura, indi baxmayaraq hava biraz imkan vermir səyahət etməyə Bosniyanı və onun şəhərlərini və yenə də gördüyünüz kimi yağış yağır. Amma çox xoş xatirələrlə buradan ayrılacağam və əgər siz də yadınızda istəyirsə, kimsə sizdən ünsiyyətdən sonra xoş xatirələri qalsın, mütləq şəkildə kommunikasiya bacarıqlarınızı yaxşı tərəfdən inkişaf etməlisiniz. Hoşça qalın, görüşərik.